Gününüz aydın olsun Azərbaycan xalqı. Yaxın oturun o yay tətilini, bugünkü bu yay, isti yay günlərini meşələrdə, rayonlarda keçirdən insanlar. Bu videonu çəkməkdə məqsədim sizi maarifləndirmək, bəzi şeylərdə ehtiyatınızı tutmağı, yəni xahiş edirəm və tövsiyə edirəm. Bu videonu şəxsən özüm çəkmişəm, Gədəbəy rayonunda. Buyurun baxın. De baxır oradan, bax, bax, bax. Buna o talada özdə bu nə qədər azğınlaşıb ki, gəlib çıxıb bura. Gördünüz yəqin ki, əziz xalqım. Həmin bu videonu çəkəndə mən bu tala Gədəbəydə olanlar bilir. Bu tala deyilən ərazi var, hansı ki orada insanlar, körpə uşaqlar hamı istirahət edir. Mən burada məqsədim ora getməyin və yaxud da digər yerə gedin məsələsi deyil. Mən istəyirəm əksində Gədəbəyə daha çox axın olsun bir Gədəbəyli kimi. Sadəcə mənim dediyim o ki, biraz uşaqlarınızdan müğayət olun, biraz uşaqlarınızdan ehtiyatlı olun. Yəni meşəyə gedirsiniz, hansısa bir istirahət zonasına, həmin o, məsəl üçün Gədəbəydə canavar mən gördüm, çəkdim. Və bu cür hadisə bütün rayonlarda var. İstirahət zonalarına ayı da gəlir, meşə pişiyi də gəlir, vaşaq dediyimiz. Hətta bu talış meşələrində bəbirlər də var. Yəni ehtiyatınızı tutun. Məsəl üçün İsmaillidə, Qubada ayı artıq evlərə qədər gəlib çıxıb. Bu da ki, hansısa bir qida təminatını tapa bilmir meşələrdə. Ona görə məcbur o yiyə qoxuya istirahət mərkəzlərinə gəlir. Kimlərinsə qapısına basqın eləyir. Məsəl üçün Şamaxıda dəfələrlə olub ki, ayı basqın eləyib, evlərə gəlib girib. Sizə bir dəhşətli bir hadisə də danışa bilərəm ki, bu çoxdan olmuşdu. Hardasa bir 10 ildən yuxarıdır. İki ailə gediblər maşınla. Ər qabaqdakı maşındadır, indi qohumdular da. Arvad da arxadakı maşındadır. Gediblər İsmaillidə istirahət etməyə. Səhv eləmirəmsə İsmaillidə olmuşdu. Gediblər istirahət etməyə. Ər elə bilir uşaq arxada arvaddadır, arvad elə bilir ki, uşaq qabaqdakı maşında ərdədir. Və gedirlər, gəlirlər harasa yolun yarısında çatırlar, düşəndə aşağı, deyir, arvad ərindən soruşur, uşaq hanı, ər arvaddan soruşur, uşaq hanı. Onlara çatır ki, uşaq artıq orada meşədə yadlarından çıxıb və qayıdıblar ora, görüblər ki, çox təəssüf ki, o uşağı ayı parçalayıb. Yəni Allah uzaq eləsin. Mənim sadəcə sizə dediyim odur ki, bu cür hadisələrdən ehtiyatlı olun. Məsəl üçün əvvəllər meşələrdə odun yarırdılar, o səsdən, küydən o vəhşi heyvanlar uzaqlara çəkilirdi. İndi şükür Allah hər bir rayonda, kənddə qaz var. Ona görə də odun kəsməyə, hansısa bir qaz təminatına görə ağaclar kəsilmir və o vəhşi heyvanlar, o sıx meşələr, yaranmış sıx meşələrdən istifadə eləyir və o yiyə qoxuya və yaxud da dediyim kimi yiyə qoxuya gəlirlər. Ona görə də bu təhlükəsizliyi özünüz təmin edin. Əziz xalqım, ehtiyatlı olun. Uşaqlarınızla rayona gedəndə, meşələrə gedəndə, kəndə, kəsəyə gedəndə ehtiyatlı olun. Tək canavar ayı deyil. Daşların altında bu dəqiqə istidən yatışan ilanlar var. Hansı ki onlar bu dəqiqə həssasdır. O gün vuranda indi bilənlər bilir, ilanı çox gün vurarsa onun zəhəri daha çox inkişaf elər və o zəhərini tökməyə bir hansısa bir canlı axtarar. Ona görə də ehtiyatlı olun əziz xalqım. Hər bir şeydən ehtiyatlı olun. Hər şey, o bizim rayonda bir söz var. Hər şey bıhtdan olur. Bıht dedin İraq olsun, hansısa bir hadisə oldu. Ona görə də əziz xalqım, mən sizi bir vətənini sevən, xalqını sevən bir insan kimi sadəcə xahişim və tövsiyəmdir və ən başda tələbimdir. Ehtiyatlı olun. Yəni belə bir hadisələrdən Allah uzaq eləsin. Evladlarınızdan müğayət olun. Elə özünüzdən də müğayət olun. Orada bilənlər dedi ki, sən yaxşıdır, tək deyildin. Yəni yanımda insanlar var idi, əziz insanlar var idi. Yaxşı ki deyir, tək deyildin. O səni canavar azdırır. Mən o səhv eləmişəm, siz eləməyin. Yəni o mən çəkə-çəkə onun dalınca getdim və o canavarın da xislətində var ki, özü tək olanda hədəfi çəkir özündən aparır və başlayır orada hücum eləməyə. Yəni bu canavarın xislətidir, digər yırtıcı heyvanların da xislətidir. Düzdür, bugünkü gün məsəl üçün canavarın sürü şəklində gəzmək fəsli deyil, onların fəsli tamam başqadır. O qana susayan vaxtı, bir də üzr istəyirəm, kürsəyə gələn vaxtı, cütləşmə vaxtında onlar sürü ilə olur. Ancaq belə yalquzaqlar tək-tək hallarda insana hücum edir. Əgər görərsə ki, insan təkdir. Ona görə də həmişə ehtiyatınızı tutun. Allah ölənlərinizə rəhmət etsin. Mənim nənəmin, rəhmətli nənəmin bir sözü var idi. Həmişə harasa bir meşə ərazisində dolanda, evdən çıxanda ümumiyyətcə əlinə bir çubuq alırdı, çomaq alırdı, ağac budağı alırdı. Deyirdim, ay nənə, nə edirsən bunu? Deyir, birdən it cumar üstünə, meşənin yanıdır, birdən canavar gələr. Ən azından özünü müdafiə edəsən. Ona görə də əziz xalqım, çalışın, özünüzü müdafiə edin. Hər an hər bir təhlükə ola bilər. Allah uzaq eləsin. Allah sizi qorusun. Allah sizə gözəl istirahətlər nəsib eləsin inşallah. Gəzin, istirahət edin. Azərbaycan gözəldir. Vallahi deyirəm. Pulunuz varsa
Azərbaycandan qırağa çıxmayın. Azərbaycanda maşallah hər şey var. Allah sizləri qorusun. Allah sizi bu cür təhlükələrdən, digər təhlükələrdən qorusun inşallah. Allah xalqımızı, dövlətimizi qorusun.